Ya Allah, dostlar, sizləri bu günləri çox gözəl, səliqəli 2 mərtəbəli evdən tanış etməyə gəlmişəm. Ərazi olaraq da super bir ərazidə yerləşir. Əsas yola, marşrut xəttinə, marketlərə, Araz marketə çox yaxın bir ərazidə yerləşir. Güllü çiçəkli evdən sizi tanış edirəm inşallah. Maşallah həqiqətən super ev eşidir. Kvadrat çox genişdir. Həyat üçün nəzərdə tutulmuş ayaq yolu da mövcuddur. Mən sadəcə qısaca çəkəcəm videonu. Yəni ev o qədər böyükdür ki, istəmirəm video, yəni çox alınsın çəkilişimiz. Sənədi kupçadır. Torpağında, evində kupçası var, mərkəzi kanalizasiyası var, gir yaşa evdir. Hər bir şəraiti var. Evin hər tərəfinə fırlanmaq mümkündür. Yəni hasar üstündə tikilməyib. Manqaldakı şaşlıq da sözün deyir. Yəni burada pişir kebabı yandırmağın, közü yandırmağın yeri var orada. Daxil olaq evə, sizi evdən lap yaxından və ətraflı tanış edim inşallah. İstəyirəm evin qiymətini qeyd edim. Kimin büdcəsinə uyğundursa videomuz sonacan izləsinlər. Qiymət olaraq gördüyünüz bu səliqəli ev eşiyi 177.000 manatdan inşallah satışa çıxır. 177.000 manatdan. Döşəmə stipoldur. Belə genişlikdə mətbəx heç bir evdə satışda yoxdur. Həqiqətən çox genişdir mətbəx. Superdir. Burada evin bir yataq otağıdır. Geniş və səliqəli. Birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi də monolit betondur. Ay maşallah. Qonaq otağına bax. Yığıncağı edirsən burada inşallah. Nişandır, ad gündür. Yəni genişdir. Burada da ayrı-ayrılığında sanuzel, hamam. Bu gördüğünüz de evin ayaq yolusudur. 7 otaqdan ibarətdir. 7 otaq. Maşallah. Rayondan qonaqzaq da gələndə qonaq otağı da yəni var. Sənət paket kupça, monolit beton birinci mərtəbədən ikinci mərtəbənin ara kəsməsi. Daxil olan kimi burada da eləcəsinə hamam ayaq yolu ayrı-ayrılıqda mövcuddur. 2 ədəd də balkonu var. Yəni orada çıxış olur, burada çıxış olur. Bu gördüyünüz bir yataq otağı. Burada evin ikinci yataq otağıdır. Yəni uşaq otağıdır əslində. Üçüncü yataq otağı, ikinci mərtəbənin. Dördüncü yataq otağı, ikinci mərtəbədə. Yataq otağından sanuzel də var. Hamam ayaq yolu. Bu gördüyünüzdə neçə oldu? 5 oldu da deyəsən, hə? 5-ci yataq otağı, belə oldu deyəsən. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddiliyi varsa mənimlə əlaqə saxlayın. Hər büdcəyə uyğun, hər istəyə uyğun evlərimiz var satışda. Videonu izlədiyiniz üçün təşəkkürlər.